Salam əzizlərim, davam edirik qız bürcü ilə, sevgi proqnozu ilə. Bu il qız bürcləri üçün sevgi mövzusunda sakit, amma əsaslı qərarlar ilidir. Hər bir seçimi ciddi düşünməlidirlər. Bu il siz analiz etməyi sevən biri kimi sevgidə hər addımı hesablayacaqsınız. Amma xəbərdarlıq olunur ki, çox analiz etmək bəzən fürsətləri itirməyə səbəb ola bilər. Münasibətlərdə həm sakitlik, həm də risk almaq lazım olacaq. Subay qızlar üçün bu il qarşılarına çıxan insanlar hər detalı görən, səmimi münasibət istəyən şəxs ola bilər. Münasibətdə olan qızlar isə daha çox dürüstlük, qarşılıqlı anlaşma tələb edən bir mərhələdə olacaqlar. Belə, görək kartlar qız bürclərinə bu il nə mesaj verir? Bu kart göstərir ki, keçmişdə seçim qarşısında qarışıqlıq yaşayıblar. Sevdiyi insanları çox düşünmək, bəzi münasibətlərdə detallara aşırı fikir verdikləri üçün münasibətləri yarımçıq saxlayıblar. Bu kart isə qızlara sabitlik, nəzarət enerjisi verir. Münasibətlərdə daha çox qərar vermək, məsuliyyət götürmək lazımdır. Bu il münasibətləri möhkəmləndirmək üçün düzgün addımlar atmaq vacibdir. Yəni, fikir versəz, keçən illə fərqli olaraq artıq etdiyiniz hər hansısa bir səhvlərdən dərs çıxarmış olursunuz. Daha fərqli münasibətlərə yanaşıb fərqli mərhələyə keçirirsiniz. Bu kart isə ilin sonunda həqiqi qarşılıqlı sevgi və əlaqə deməkdir. Səmimi, balanslı, anlayışlı bir münasibət qızlar üçün görünür. Romantik, həm diplomatik, həm də sevgi yönümlü münasibət olacaq. Bu il sevgi sənə deyir. Çox düşün, seçici ol, amma risk almağı da unutma. Bu qədər.